Peyğəmbər salam göndərdi sahabələrin yanındakı mənim dostlarıma salam göndərirəm. Deyirlər ki, ya Rasulallah, bizə deyirsən, deyir ki, yox. Axır zamanda yaşayan mənim qardaşlarım, hətta qardaşlarım deyir, qardaşlarıma salam, deyir, axır zamanda mənim ümmətimdən bir dəstə olacaq ki, onlar məni görmədən ağ kağızın üstündə qara yazıya iman gətirəcəklər. Peyğəmbər əleyhissalam bunu deyirdi. Bəli, Əhl-i əleyhissalamın kəlamların oxumaqla, onların hədislərin buyurduqların biz oxumaqla, bəli, onlarla mənəvi rabitə qura bilərik. Məsələn, biz hədislərdən oxuyuruq. İmamların siması necə olubdur? Bəli. Gözləri necə olub, qaşı necə olubdur, duruşu necə olubdur, boyu necə olubdur? Biz bunları hədislərdən, onların kəlamlarından neyinirik? Əldə eləyirik. İndi istəsək bizdə onların kəlamları vasitəsilə biz özümüzü onlara yaxınlaşdıra bilərik. Və hətta biz onların hədislərinə baxırıq. Biz Əhl-i əleyhissalamı dəqiq tanısıq, onların hədislərin, kəlamlarını düzgün oxuya bilsək, dərk eləyə bilsək, biz Allahı da düzgün tanıya bilərik. Biz bir də görsən Quranda elə ayələr çıxır qarşıya ki, çox çətin ayələrdir, insan aza bilər. Biz o anda müraciət edirik Əhl-i əleyhissalamın kəlamlarına görə. Əhl-i necə buyurubdur? Çünki onların elmi lədunni elmdir. İndi biz də onların kəlamlarından istifadə edərək onlarla gözəl rabitə qura bilərik. Çünki o hədislərdə buyurulur ki, Həzrət Əli bu cür şəxsi olubdur. Biz o tərbiyəvi amillər ki var, onları özümüzə əxs edirik, özümüzü tərbiyələndiririk, özümüzü onlara oxşadırıq.